Bu günlərim sizə fərqli bir sual təqdim edəcəm. Bu sual sosial-emosional bacarıqların formalaşdırılması ilə bağlıdır. Sualla tanış olaq. Sualda deyir ki, qrup işi zamanı iki şagird arasında anlaşılmazlıq yaranır. Müəllim səbəbi soruşanda şagirdlərdən biri bildirir ki, şagird onun sözünü kəsir, fikrini ifadə etməyə imkan vermir. Bu birinci şagirdin problemi. Digər isə bildirir ki, sinif yoldaşı onun fikrinə hörmətlə yanaşmır, bu da onu motivasiyadan salır. Yəni burada qarşılıqlı günahlandırma var. Deməli biz bu uşaqları sosial-emosional öyrənmə prinsiplərindən necə istifadə edərək həll edə bilərik ki, bu problem aradan qalxsın. Demək ki, burada müəllim hər iki tərəfindən danışmalı və hər iki tərəfdə empatiya formalaşdırmaya çalışmalıdır. Bu testin doğru cavabı C-dədir. Hər iki şagirdə öz emosiyalarını, fikirlərini ifadə etməyə, empatiya qurmağa şərait yaratmaq, şagirdlərə problemin həlli üçün hər iki tərəfin marağında olan qərarların qəbul edilməsinin vacib variant olduğunu demək. Yəni demək istəyir ki, elə bir qərar vermək lazımdır ki, həm birinci, həm də ikinci şagirdə uyğun olsun və kompromisə gələ bilsinlər və problem effektiv həll olunsun. Bu münasibətlərin qurulması komponentinə aiddir. Sosial-emosional öyrənmədə empatiya qurmağa şərait yaratmaq vacibdir. C doğru cavabdır. Burada problem yaradan məqam hansıdır? D. Hər iki şagirdə fərdi yanaşaraq onların sosial-emosional öyrənmənin tələbinə uyğun həll yolu təklif etmək, emosiyaların idarə olunması yollarını öyrətmək və empatiya qurmaq. Axı biz şagirdlərə burada problemlərini həll eləmirik, sadəcə bir təklif təqdim edirik. Aydındır, yəni burada sosial-emosional öyrənmənin tələbinə uyğun həll yolu təklif eləmək biz yox, onları fərdi şəkildə yanaşmağımız yox, onlara bir arada konfliktin həll olunmasına köməklik eləməyimiz lazım idi. Ona görə bu sualın doğru cavabı C variantı oldu. Ümid edirəm faydalı oldu. Sağ olun.